Salam olsun dostlar və qardaşlar. Deməli, Hyundai Kia avtomobillərin yağ nasoslarının təmiri ilə bağlı inşallah mən bir neçə video çəkmişdim və bir neçə videoda çəkirəm. Xüsusən Hyundai Kia avtomobillərinin yağ nasoslarını, əziz dostlar və qardaşlar, yığdığımız motorlara yığıb zəmanətli şəkildə veririk. Motoru sıfırdan yığanda, əziz dostlar və qardaşlar, biz onun yağ nasosunu dəyişmirik. Yağ nasosunu bərpa və təmir edirik, veririk. Qiymət dəyişir 300-350-400 manat arası. Baxır orada vəziyyətə. Deməli, nömrəmiz isə 070 621 5547-dir. Hal-hazırda bu iki nasosla bağlı bizə müraciət olunur. Biz inşallah neyindik? Yaxın bildiyimiz, tanıdığımız, işinə güvəndiyimiz mühərrik təmirçilərinə də yığırıq. Bilmədiyimə üzr istəyirəm. Yox, niyə? Çünki o tərəfə tut qardaş, uzun illərdir biz mühərrik təmiri işi ilə məşğuluq. Heç vaxt olmuyor ki, məsələn, nasos dəyişək. Motoru sıfırdan yığıb müştəriyə təhvil verilmək şərti ilə nasosu da biz yığırıq. Heç bir problem çıxmır. Eyni qaydada nasos yığırıq, göndəririk hansısa bir üstüyə, motoru yığırlar, motor dağılır, aramıza narazılıqlar olur. Kim istəsə, orijinal klad işləri var məndə. Söhbət orijinal part nömrədən gedir, əziz dostlar. Dublikatdan yox. Klad işi də ayrıca verə bilərəm, materialistlərə söhbət gedir. Amma ki, qaldı ki, mühərrik təmirçisi ustalarına deməli, ya biz yığarıq sizə, ya da ki, klad işi verərik, özünüz yığarsınız. Sıfırdan yığdığımız motorlar təminatlıdır deyə, əziz dostlar. Biz özümüz, inşallah ki, deməli, motoru yığıb təhvil veririk, plus da bunun nasoslarını da özümüz yığırıq. Deməli, dostlar və qardaşlar, burada bizim tokarlıq, frezlik və müəyyən detallar var ki, özümüz də qoyuruq. Yəni, biləcəyimiz o qədər də güclü pul qalmır. Amma əsas odur ki, müştəriyə nə lazımdır? Müştərinin, deməli, mühərrikini yığasan və ona təminat verəsən. Mən motoru sıfırdan yığıram, o şərtlə, əziz dostlar və qardaşlar, məndən təminat istəyirlər. Nasosu özüm yığmalıyım. Yəni, nasos mağazindən alındı, ay motor dağıldı, Allah zor eləsin, nəsə oldu, elə şeyləri mən xoşlamıram. Mağazindən də almamağımın səbəbi nədir? Səbəbi budur ki, əziz dostlar və qardaşlar, bildiyim, tanıdığım yaxşı motoristlər var ki, bu gün də problem yaşayırlar. Birinin məhkəmədə dişi, birinin polisdədir. Nəyə görə? Motor yığılıb, motor dağılıb, usta atır nasosun üstünə, nasos atır motoristin üstünə, motorist atır val yunanın üstünə. İstəmirsinizsə belə problemlərlə qarşılaşmaq, yekun və konkret olaraq maşının açarını verin mənə, maşının açarını məndən təhvil alın. Mən motoru yığıram, kimə nə pul vermişəm, həmən adamları da tanıtırıram sizə, çiftini də verirəm sizə. Hər bir şey, burada yalan, allatmaq, fırıldaq yoxdur. Qəti və qəti şəkildə biz halal zəhmətimizi işləyirik, əziz dostlar və qardaşlar. Xeyri sizədir ki, heç yerə getmədən motorumuz təmir olunur. Kim istəyirsən inşallah, əlaqə saxlayar. Dediyim kimi 070 621 55 bizim əlaqə nömrəmizdir. Bunlar qardaşlar, tərtəmiz sökülürlər, vannada yuyulurlar, parda təmizlənirlər, yeni klad işlər qoyulur, val lazımdırsa val dəyişilir, reduksionlu klapanda müəyyən işlər görülür, sizə təhvil verilir əsas olaraq. Mən məsəl üçün əlində bir neçə müştəri olub ki, nasos gətirib bizə, məsəl üçün mən demişəm, bax ha, gözəl qardaşım, mən Allah şahiddir ki, işimə bələdəm, ancaq sənə mən garanti vermirəm, ha. Səbəb də budur ki, bax bu şeyə görə. Nədir bu? Heç də motorist deyir ki, sən nasos təzə almasan, mən garanti vermirəm. Gedir təzə də alır qoyur, motor dağılır, olub belə şeylər. Müştəri mənə zəng edib ki, qardaş, sənə yığdırmağa qoymadı, təzə nasos aldıq qoyduq, motor 400 kilometr yol getdi. Niyə? Mən səbəbini deyirəm. Birincisi, iki nasoslardır. İkincisi, kalit olunmamış detallar da, əziz dostlar, şıstıqla dişləri başlayır 300-400 kilometrdən sonra qızmadan yeyilməyə. Təsvir edin, motorda yaranmış teplovoy qazlar kömək eləmir detallı soyutmağa. Başlayırlar əriməyə, tökülürlər yavaş-yavaş, gəlirlər, dolurlar bura, buradan zadir gedir, başlayır şatun-şatundan da karimliyə vurmağa. Buna görə də mühərrik yığdırmaq istəyirsinizsə, Hyundai Kia'dan söhbət gedir, garantinli. Gətirin motoru verin bizə, bizdən təhvil alın. Elə də böyük pulumu sıxmayacaq. Deməli, dostlar və qardaşlar, əziz müştərilər, izləyənlər, tərtəmiz
yuyulur. İndi inşallah 40 litrlik ultrazvuk da sifariş vermişik, gələcək. Nəzərinizə nə çatdırım? Bizdə əziz dostlar və qardaşlar, Hyundai 2-yə aid olan yağ nasosları, ehtiyat kütlələri özləri hazır vəziyyətdə olur. Sadəcə siz bilməlisiniz ki, sizdə 19 dişli yoxsa 20 dişli. Bunlar fərqli nasoslardır. Şimdi inşallah bunu tərtəmiz yuyacağıq. Yuyandan sonra deməli lazım olan ehtiyat hissələrini düzəltdirəcəyik. Özümüzdən kladişləri yerləşdirəcəyik inşallah və bunu biz dinləyəcəyik, müştərimizə təhvil verəcəyik. Allah'ın izniyle. Bu olacaq ideal, gözəl bir iş. Kladişlər köhnədir, kladişlərini dəyişəcəyik. Bu bizim nasosumuz. Biz inşallah bərpa edib müştərimizə təhvil verəcəyik mütləq bir şəkildə. Deməli, çəkməli. Gözəl dostlar və qardaşlar, əgər istəmirsinizsə, problem yaşayasınız, düşəsiniz küçələrə, Qalovka ustasına geyit, Val ustasına geyit, Bulok ustasına geyit, ay nasosun belə gəldi, zapçastı belə getdi, yox. Gəlirsiniz mənim yanıma, maşının açarı mənə təhvil verirsiniz, motorun mühərriki yığıldıqdan sonra gəlirsiniz mənim yanıma. Mən sizə Val Bulok ustasının nömrəsini verirəm, Qalovka ustasının nömrəsini verirəm, zapçastlar adam almışam, o da nömrəsini verirəm, çeklərini də verirəm, həmin adamların nömrəsini də verirəm. Gedin danışın. Biz bu işi eləmişik ki, həm sizə rahatçılıq olsun, həm də bizim işimiz olsun. Yəni güvənən adamlar var, Allah canlarını sağ eləsin. Yekun olaraq qiymət danışılır, zəhmət haqqı, motoru çıxartmaq, qoymaq, motoru yığmaq. Deməli, orada nasosun təmir pulusu, yerdə qalanlar, əziz dostlar, motor sökülməmiş bilinmir. Söküləndən sonra siyahı tutulur, sizə zəng olunur, deyilir, bax, bu qiymətlərdir, söhbət orijinaldan gedir. Amma orijinaldan necə? Deməli, korobkası orijinal. İnsafsız olsun. Buradan satıcılara da sorsun. Korobkası orijinal, içinə dublikat mal qoyub satmayın. Yəni, bu pulu siz balalarınıza edirsiniz, yaxşı şey deyil. Mənim güvəndiyim, bildiyim adamlar var. Bəzən müştərilər səhv başa düşür ki, niyə bizi ora göndərirsən? Artıq mən 20 ilə yaxın işləyirəm. Mən bilirəm kimdən nəyə almaq lazımdır, sən bilmirsən. Bir çox insanlar var ki, mən dəqiq bilirəm ki, çox əziyyət çəkirlər. Motoru 3 dəfə, 4 dəfə yığdırırlar dayanmadan. Sonra gəlir hansısa bir normal ustana tapırlar. Orada o 4 nəfər usta bunun etibarını da edir ki, 5-ci usta normaldır, müştəri ona inanır. Bu çox əfsuslar olsun ki, belədir. Ona görə də inşallah ki, narahat olmayın, hər şey qaydasındadır, bizi bilən bilir, tanıyan tanıyır. Kimin Hyundai 2 motoru ilə bağlı bir problemi olsa, bizə çox könül xoşluğu, rahatsızlıqla müraciət edə bilər. Biz nasosları dəyişmirik, nasosları yığırıq. Yığdığımız nasoslara, yığdığımız motora garanti veririk, əziz dostlar və qardaşlar. Diqqətinizə görə çox sağ olun. İzləmədə qalın inşallah. Nömrəmizi qeyd eləmişik. İzləmədə qalın. Yeni videolardan inşallah qarşınızda. Diqqətinizə görə çox sağ olun.